Salam, hər vaxtınız xeyir qızlar. Yenə mən gəldim. Yenə yeni bir vlog ilə qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram və hər birinizə xoş gəlmisiniz deyirəm yeni vloguma. Bu vlogda qızlar yenə də gecikmiş vlogdur. Təxmini aprel ayının 20-si, 21-i çəkilən vlogdur. Bilirsiniz, mənim vloglarım hər zaman gecikir. Telefon vlog videolarla doludur, amma onu montaj edib paylaşmağa vaxt imkan edib paylaşa bilmirəm və ona görə də belə vaxt olduqca montajlayıb çalışıram sizə təqdim edeyim, amma söz verirəm ki, ard-arda gün aşırı videoları paylaşacağım. Bütün nə ki çəkmişəm, telefonda nə qədər video varsa çalışacağım sizə təqdim edeyim, yəni vloglarımı. Və ona görə, həm də ona görə ki, artıq video çəkə bilmirəm, telefon doludur. Məcburam onları artıq paylaşım ki, telefonda yer olsun, yer açılsın yeni vloglara, yeni videolara. Və sıra hələ ki bu vlogdadır. Hələ bunu izləyin, inşallah davamı da gələcək. Yenə də gözəl bir yaz, günəşli bir yaz gününə oyanmışıq. Belə başlamışam ev işlərimi görməyə. Orada belə zinc sümükləri var idi. Neçə vaxt yoldaşım almışdı. Buzluqda qalmışdı və nəyə görə bişirmirdim ki, hələ ki buzluqda bulyonlarım var idi. Ona görə gözləyirdim ki, onlar biraz azalsın və yenidən bunları qaynadım, yığım qablara. Qoyun buzluğa, bilirsiniz artıq bulyonu, yəni hazır mağazin bulyonları almıram. Belə özüm qaynadı, qoyuram buzluğa, ehtiyac olduqca buzluqdan götürüb istifadə edirəm bulyon əvəzi. Və keçdim, onu da qoydum, yəni bişir hələ ki üstündə. Dedim, digər işlərimi görüm. Burada da yenə də çörək qabımın içi neçə gündür ki, belə təmizləmirdim. Dedim, onu da təmizləyim, çıxsın əldən. İzləyicilərin bir çoxu həmişə yazır ki, ev vloqunu daha çox çəkin. Yəni bilirəm ki, ev vloqu daha çox maraqlı gəlir izləyicilərə. Yəni indi yazılanları, rəylərə görə əsasən deyirəm. İndi bəlkə də bilmirəm, sevməyənlər də var, sevənlər çoxdursa. Yəni siz onu ümumiyyətcə belə istəyərdim ki, nəyi çox izləməyi sevirsiniz, onu şərh bölməsində yazasınız ki, mən də bilim ki, hansı mövzu üzərində kontent qururam. Yəni mən o daha rahat gələcək elə də, yəni biləcəm ki, izləyicilərim nə istəyir, nəyi izləməyi çox sevir və onun üzərində vloqlar hazırlayım. Yəni şərhlərdə bildirin fikrinizi, mənə bildirsəniz fikrinizi mənə də xoş olar. Və bu arada qızlar, yer gəlmişkən sizdən dönə-dönə üzr istəyirəm. Bir arada olur ki, şərhlərinizə cavab verə bilmirəm. Hətta keçən vlogda da şərhlərinizə cavab verə bilməmişəm. Buna görə çox üzr istəyirəm. Səbəbi isə dediyim kimi heç vaxt, qətiyyən vaxt imkan eləyə bilmirəm bu aralar. Yəni arada Fuad gəldi, bir neçə gün Fuad bizdə oldu. Fuad da bizdə olanda mən telefonu heç qətiyyən əlimə ala bilmirəm. Və yaxud ki, haradasa oluruq, harasa gedirik, harasa da gedəndə, yəni bir sözlə boşluq o vaxt olmur ki, mən oturum rəylərə cavab verim və yaxud çəkdiyim videoları montajlayım, sizə təqdim eləyim. Yəni belə bundan bilərsiniz ki, videolarımın gecikməsindən də bilərsiniz ki, yəni vaxt olmadığına görə yəni həm şərhlərə cavab verə bilmirəm, həm necə deyim, video paylaşa bilmirəm və ondan da əlavə belə başımız bir xeyir işə qarışmışdı. Yəni qohum toyuydu, ona hazırlıq, hətta onu da çəkmişəm vlog şəklində. Həm hazırlığı, həm toya getməyimizi, toyda da biraz çəkiliş etmişəm, inşallah. İzləmədə qalın, hər birini paylaşacağım sizinlə. Maraqlı videolar, vloglar çoxdur. Dediyim kimi, sadəcə olaraq biraz, yəni montaj işi problem yaranır məndə. Amma yenə dediyim kimi söz verirəm sizə.
ard-arda gün aşırda 2 gündən bir də olsa o videoların hamısını sizə təqdim eləyəcəm. Maraqlı, qarışıq belə videolar çəkmişəm. Həm toy, həm gəzmək, həm alış-veriş, həm nə bilim ev vloqu. Yəni izləmək nə istəsəniz var. Yəni bir videoda izləmək istədiyiniz hər bir şey olacaq. Belə qızlar, mətbəxdən indi keçmişəm prixojuya. Biraz da güllərimi qulluq edim. Niyə görə ki, güllərimi bu küncdən orada təzə aldığım güllər var idi. Biri ətirşahdır, digəri bigonya. Onlar gün yaxşı görmürdü ya. Gördüm ki, solurlar artıq, güllərini tökdülər. Çiçəkləmirdilər artıq. Yerlərini dəyişdim, pəncərə önünə qoydum. Və belə açarlar üçün belə bir asılqan yapışdırdım ki, açarlar belə əldə ayaqda olmasın. Bu yapışkanı da Temu'dan almışdım. Çoxlu almışam, elə hər yerə lazım olduqca, hara ehtiyac var, ora yapışdırıram. Belə də burada yapışdırdım, açarları astım, səliqəli qaldı. Bu güllərimi də təmizlədim, suladım, qoydum yerinə. Hələ də orada görəsiz, suyun içində mənim 2 dənə kök atmaq üçün bitki qoymuşam. Köklər artıq qarışıb bir-birinə, mən hələ vaxt tapıb onları əkə bilmirəm. Vaxt tapa bilmirəm deməyim, daha doğrusu əkmək üçün onu torf lazımdır, torpaq lazımdır. Qarışıq torpaq almalıyam və ona görə nə vaxtı qalıb orada suda əkə bilmirəm. İndi gərək imkan edim, arada qaçım, torf alım, gətirim, bunları mütləq əkim. Artıq əkilmə vaxtından keçib, mütləq əkilməlidir. Çox gözəl də köklənib. Və belə bunlar da çox bəyənirəm. Bunlar da Temu'dan almışdım, yadınızdadırsa, altılı şəkildə. Və qızlar, bu həmən dediyim güllərdir. Hansı ki rəfin gözünə qoymuşdum. Orada gün zəif düşürdü deyə belə çiçəkləri soldu. İnkişafdan dayandı güllər, ona görə də bunlar da yeri dəyişilməlidir əslində. Biraz böyük qaba əkməliyəm, amma hələ ki yenə dediyim kimi həm torpaq, yəni torf almalıyam, həm də bunlara dibçək yoxdur. Yəni 2 dibçək var evdə, onları əksəm, o suda köklənən bitkiləri, bunlar üçün dibçək qalmır. Ona görə də əlavə 2 ədəd də dibçək almalıyam ki, bunları da yerini dəyişim. Və beləliklə görək inşallah nə vaxt gedib vaxt olacaq ki, mən bu torpağı alım gətirim, dibçək alım gətirim, bunları dəyişim. Beynimdə də qalıb o fikir ki, mən bunları əkməliyəm, hər gün məndə də belə bir xəssiyyət var, beynimdə olan fikri mütləq ki, etməliyəm, etməyincə beynim dincəlmir. Bilmirəm, hər kəsdə belədir ya yox. Yəni narahat edir məni, belə deyək. Burada da paltarlarım yığılıb, bir maşının, arxa fonda maşının səsini eşidirsiniz, yuyulur, bir yuyub sərirəm. Bugün yəni 6 idi, ya bazar günü idi, bilmirəm, dəqiq yadımda deyil. Oğlumun evdə olan günüdür, o da həyətdə çıxıb maşınını yuyur. İstirahət günlərində vaxt tapır maşınına qulluq etməyə. Və elə burada mən buranı yığışdıranda xəbər gəldi ki, zəng gəldi ki, kargonuzu gətirmişik, kuryer zəng eləmişdi ki, kargonuzu çıxın götürün. Yoldaşım da çıxdı, kargonu götürdü. Kiçik bir kargo idi, indi onu da birazdan bir yerdə açarıq. Çox maraqlı bir əşya sifariş eləmişdim. Çoxdan istədiyim, sadəcə qiymətinə görə ürək edib sifariş edə bilmirdim. Gözləyirdim ki, endirmə düşsün. Sifariş edim və endirim kartı Temu mənə sağ olsun təqdim elədi və mən o istədiyimi ala bildim. Belə qızlar, elə. Və bu arada qızlar, keçən dəfə bir rəy gəlmişdi ki, bilmirəm oxumuşdunuz ya yox. Hətta shortsda paylaşmışdım ki, bir yazıb ki, Temunu silib süpürdünüz. Yəni o mənada ki, yəni çox sifariş edirəm. Qızlar, mən bu aldıqlarımın çoxsunu, yəni öz pulumla deyil, yəni Temunun mənə verdiyi pullarla alıram.
Yoxsa ki mənim o qədər pulum hardandır, mən bu qədər məhsul sifariş edim. Temu mənə necə verir onu? Yəni mən onu qazanıram, əməkdaşlıq etdiyim üçün Temu mənə necə belə deyək də maaş ayırır. Hər paylaşdığım posta görə, shortsa görə pul təqdim edir və mən yəni onun mallarını reklam edirəm və o da əvəzində mənə pul təqdim edir və həm oradan qazanıram, həm də ümumiyyətcə artıq yəni necə deyim, mən yolunu tutmuşam da bu Temunun necə gəlirlərini əldə etmək olar, yəni onu bilirəm. Bir çoxunuz deyir ki, gəlin qızlar, bu çox uzun mövzudur. Bunun üçün mən ayrı bir video çəkmişəm. Həmən əməkdaşlığa necə qoşulmaq olur, ümumiyyətcə Temudan necə qazanc əldə etmək olur, onu qısa da olsa bir video hazırlayıb sizə təqdim edəcəm. Və belə qızlar, bu da dediyim həmən karqom gəlib çıxdı. Bu nədir qızlar? Bu necə deyim, televizorların, yəni elə televizorlar var ki, internetə çıxışı yoxdur. Elə televizorlar üçün bu həmən o cihazdır ki, yəni smart olmayan televizorları smart edir, yəni internetə çıxış yaradır və bu bizdə bilirsiniz spalnidə yataq otağında balaca bir televizorumuz var idi, hansı ki onu ancaq belə necə deyim, antenaya qoşub belə ancaq kanallara baxa bilirdik. İnternetə çıxışı yox idi və belə bir şey sifariş etdim ki, həmən onu istədim ki, internetə çıxışı olsun həmən televizorunda. Onun da səbəbi var, çünki ən çox bunu belə deyək ki, Fuada görə sifariş etmişəm. Fuad hər bizə gələndə, yəni spalnidə yatanda deyir ki, mənə televizoru qoş, orada multfilmə baxım, yatım. Və orada da bizdə təəssüf internetə çıxış olmadığı üçün hər dəfə Fuad narazılığını bildirirdi və ona görə də həmən o cihazı sifariş etdim ki, orada da yəni internetə çıxış olsun o televizorda, YouTube falan qoşa bilək. Və bu qızlar belə əlavə yanında belə bir şey sifariş etmişdim. Bunu da shortsda görmüşsünüz yəqin ki. Burger presidir, hamburger presi. Bildizdə yəni o burgeri hazırlamaq üçün belə içinə əlavə olaraq perqament ayırıcıları da almışam. Onu da bir başqa qarqaşımı videoda lap ətraflı başa salacağım. Və keçək bunu quraşdıraq, görək necə işə yarayırmı, yaramırmı. Burada məhsul nömrəsini də qoydum sizin üçün ki, kim sifariş etmək istəsə girib Temuda axtarış yerində yazıb bunu, bu kodu, bu artikulu, həmən bu cihazı tapa biləcək. Mən almışdım, mən alanda qiyməti 52 manat idi bunun. İndirim kartı Temu mənə təqdim etdiyinə görə bu cihaz mənə 30 manata başa gəldi və əlavə olaraq mən bu cihazı Cashback-lə də sifariş elədim kampaniya ilə və biraz da mənə ucuz başa gəldi. Bir sözlə belə təxmini bilirəm ki 22-23 manata aldım mən bu cihazı tam yarı qiymətə və istəyən də sifariş edə bilər. Çox məsləhətli bir məhsuldur. Və burada da göstərirəm necə işləyir. Və cihazı qoşduqdan sonra təbii ki Wi-Fi-ya qoşulmağı tələb edir. Wi-Fi-ya da qoşulduqdan sonra açılır və belə bütün istədiyiniz hər bir şey, Play Market də var, istədiyiniz hər bir şeyi yükləyə bilirsiniz. Və YouTube-a, əsas mənə YouTube-a lazım idi, YouTube-a qoşulmaq üçün və çox gözəl də işə yaradı. Belə qızlar, burada da artıq qaynayıb bulyonları boşaltmışam qablara, gözləyirəm ki soyusun. Daha sonra qoyacağım buzluğa, isti halda istəmədim qoyun buzluğa. Belə qızlar, burada da artıq gəlmişik qaynanamgilə. Videonun da başlığından görmüşdünüz, yəni qaynanamgilə getdik yazmışam. Gəlmişik artıq qaynanamgilə. Həm danışmışdıq, həm baldızın gil, həm biz.
Belə arada yığışırıq bir araya qaynanamgildə. Daha sonra doğrusu qaynanam, qaynatam tez-tez çağırır ki, gəlin bizə. Və belə gəldik. Sizə də söz vermişdim ki, ev turu çəkəcəm qaynanamgildən. Qısa da olsa belə sizə belə az da olsa bir kadr götürmüşəm. Bilirsiniz, demişəm orada çəkinirəm, utanıram video çəkməyə, ona görə də çox çəkmirəm. Və evin 3 spalnisi var. Biri budur, digəri budur. Bura yəni istifadə olunmayan yataq otağıdır. Burada qaynanam ütü işlərini burada edir. Digəri isə bu da qaynımdır. Qaynım yoldaşımdan böyükdür bu arada, subaydır. Və bu da digər qaynımın otağıdır, bir spalnidir. Yataq, qonaq otağını bayaq gördünüz. Bu isə mətbəxidir. Belə qızlar, az da olsa bir tur atdıq evdə. Göstərdim evin görünüşünü, iç görünüşünü. Burada da çıxıram, həyəti də biraz çəkim. Hər kəs bir iş görür, bir işlə məşğuldur. Yoldaşım orada kebab çəkir. Baldızın otaqlarda pərdələri düzəldir. Mən də iş görürdüm. Yəni süfrəsi hazırlayırdım. Dedim biraz çəkiliş edim. Daha sonra yenə də işimi davam edərəm. Daha sonra baldızımın yoldaşı həyətdəki şəlaləni təmizlik edir. Və burada da bir qapını göstərirəm. Buradan 2 girişi var. Həm balkondan girişi idi. Əvvəl açıq balkonu idi, sonra bağladılar və giriş çıxışı oradan edirlər. Və digər qapıdan, yəni əsas qapıdan istifadə olunmur. Belə. Kim təmizlədiniz? Palçıq idi da. Şeyin gözləri dur getmirdi su yuxarı. Belə qızlar, qaynatam da belə şəlalənin qarşısını, qabağını belə bellədi ki, ora gül əkiləcək. Təmizlik, hərə bir iş görür bir sözlə. Mən də elə dedim, biraz belə çəkiliş edim. Daha sonra gedim işlərimi, mən də görüm. Süfrə açacaqdım dediyim kimi. Çöldən görünüşü də belədir. Görürsünüz qızlar, bura balkonu idi, açıq balkonu idi, yəni terası idi. Oranı daha sonra bağladılar. Çünki burada yağış falan, qar hamısı vurur ayaq altına. Ona görə bağlı şəkildə elədilər ki, oranı da belə bir yayıb balkonu kimi istifadə olunsun. Belə az da olsa bir şeylər çəkdim sizin üçün. Buranı, yəni bu arada bu evi yeni alıblar. Demişdim keçən vlogların birində deyəsən. Yeni köçüblər, bir iki ay olar ki, gəliblər, köçüblər bu evə. Belə. Və qaynanam belə biz gəlincəyə qədər biraz da dolmalar hazırlamışdı. Həm yarpaq, həm kələm dolması. Gələn kimi mən evdə özümlə xəmir falan yoğurmuşdum. Belə piraşkilik. Dedim ki, gətirim elə burada bişirərəm, isti-isti yeyərlər. Gələn kimi elə piraşkini bişirdim. Stolun üstündə bayaq gördünüz. Piraşki də bişirdim, qutabda bişirdim. Yeyildi. Günortanı yəni belə yola verdik piraşki ilə qutabla. Və arxa fonda gələn səs isə belə qaynanam qoşub köhnə kasetləri. Arada belə baxırıq, ad günlərdir, toylardır falandır belə. Qoşub köhnə günləri yada salırıq. Belə verdim də, dedim uşaqdır. Deyim ki, məsələn, əlimdə fikirləşdim ki, verəcəm. Dedim, o yazdılar. Deyim ki, kimə yazdılar? Deyirəm, deyim, əskər bizim yanımızdadır. Mənə ver onu, mən yazacağım sənə. Nətər yazacağım? Üstündən artıq bir neçə saat keçib, yəni günortanı çox yemədik ki, yüngül yedik ki, axşam yeməyinə də yəni yer olsun. Və artıq burada axşam yaxınlaşır. Gələ süfrəni açaq, axşam yeməyimizi də yeyək. Burada da qaynanam mənə mahnı spiski yazır ki, mən onları yazım fleşkarta, mahnıları yükləyim fleşkarta, gətirim, verim ona ki, o da taxsın. Onun da belə bir necə mahnı dinləmək üçün MP3
player cihazı var. Ona fleşkanı ona taxırsa və qulaq asmaq mümkündür. O da mahnıları dinləməyi çox sevir iş görəndə. Mən də ona oxşamışam. Musiqi dinləməyi çox sevirik. Və elə spisik yazdı verdi mənə. Və mən də Temudan fleşkart sifariş etdim ki, həmən mahnıları fleşkarta yazım, gətirim verim qaynanama. Belə qızlar, burada da süfrəni artıq yığışdırdım, çay süfrəsini ki, yemək süfrəsini hazırlayım. Ştatifimi unutmuşam evdə, ona görə də belə bir əlli çəkirəm, bir əlimlə telefonu tutub, bir əlimlə iş görürəm. Çətindir, indi ola bilər ki, sizə belə baş gicəlləndirici gələ bilər. Bir əlimdə belə telefon tutaraq iş görürəm, o başa o mənada deyirəm ki, yəni baş gicəlləndirici gələ bilər. Yəni ştatif olanda rahatdır, qoyuram bir qıraqdan və işimi görürəm, amma belə indi bir əlimlə çətin gəldi biraz, olsun. Əsas odur, bir şeylər çəkə bildim. Dediyim kimi, yəni burada çəkiliş etmirəm qaynanamgilə gələndə, ona görə də yəni ştativ falan gətirmirəm özümlə. Amma bugün nəsə belə istədim ki, yəni utansam da, utana da olsa bir şeylər çəkdim ki, həm yaddaşda qalsın, həm də bir qaynanamgildən də vlog olsun. Yadınızdadırsa, keçən vlogda da qeyd etmişdim ki, qaynanamgildə də video çəkmişəm, vlog hazırlamışam. Həmən dediyim vlog bu vlogdur. Və bundan sonra da Fuadın ad gününün vlogu gəlir. O da çox maraqlı bir vlog olacaq inşallah. İzləmədə olun ki, qaçırmayasınız. Onu da qaçırmamaq üçün də nə etmək lazımdır? Mütləq ki, abunə olmaq lazımdır ki, bildirişi gəlsin sizə. Əgər hələ də abunə deyilsinizsə, abunə olun. Qızlar, burada da deyəsiniz ki, bu butulkaların, sok butulkaların, qabların içində nə işi var? Qaynanamın belə bir xəsiyyəti var. Mağazindən gələn bütün belə stola qoyulacaq sokdur, sudur, bunların hamısını həmişə yuyur, şampunluyur və daha sonra süfrəyə qoyur. Deyir ki, çöldə 1000 dənə yerə dəyir o. Onu eləncə gələn kimi stola qoymaq olmaz. Ona görə də həmişə üzünü şampunla yuyur, daha sonra süfrəyə qoyuruq. Və belə mən də hərdən edirəm, hərdən də yadımdan çıxır. Və ümumiyyətcə qaynanamın belə yaşının çox olmasına baxmayaraq, indi yaşını qeyd etməyəcəm. Amma ki, yaşı az deyil, çoxdur və yaşı çox olmağına baxmayaraq, hələ də çox təmizkardır bu yaşda, belə hər yer səliqəli, səhmanlı. Düzdür, biz də hərdən belə qavaldızımla gəlirik, dərindən təmizlik edirik, amma ona baxmayaraq özü də qaynanam öz təmizliyini, səliqəsini həmişə qoruyur. Və deməyim odur ki, yəni bu yaşda qadınların çoxunu fikir verirəm ki, yəni haldan düşürlər, əldən düşürlər, iş görə bilmirlər, amma maşallah, maşallah mənim qaynanam hələ də yəni iş görmə qabiliyyəti çox yaxşıdır. Düzdür, bəzən yorulur. O da qınanlası deyil, artıq yaş ötüb, tez yorulur. Normaldır bu. Mən hələ bu yaşımda 46 yaşım var. Hələ indidən baxıram ki, biraz iş görən kimi əldən düşürəm. Qalmışdı ki, o yaşda qadın bir daha maşallah olsun deyirəm. Allah güc, qüvvət versin ona hər zaman. Sağlam can versin inşallah. Belə qızlar, oradan da artıq yəni çəkdiklərim o qədər idi. Oradan yemək yedikdən sonra, biraz daha sonra qayıtdıq, gəldik evə. Və qayıdarkən evdən çıxanda geri qaytarmam var idi. Yadınızdadırsa güzgü almışdım. Onun geri qaytarmasını etmişdim. Etməliydim daha doğrusu. Bağlamanı yenə də bağlayıb aparıb məntəqəyə qaytardım. Və onu yəni qoymuşdum maşına ki, qaynanamgildən qaydanda, qaynatamgildən qaydanda geri qaytarmanı edərəm. Və qaydarkən həmən o bağlamanı qaytardım məntəqəyə və baxdım ki, daha bir kargom gəlib.
elə girmişkən bu kargomu da götürdüm. Həm geri qaytarmamı etdim, həm yeni kargomu götürdüm və belə evə də gələn kimi kargonu dedim açım elə vlogun sonunda nə aldıqlarını, kargoda nə gəlibsə onu göstərim sizə və vlogumu bitirim. Belə bir dediyim kimi Fuadın ad günü yaxınlaşırdı deyə Temu'dan biraz belə ev geyimləri sifariş etmişdim Fuada və bayaq gördüyünüz üçlü mayka dəsti şortika ilə bir yerdə onu üçlü dəstə almışdım. Burada da artikullarını qoyacağım hər birinin məhsul nömrəsini və bu da ayrı bir üçlü dəstə idi. 3 komplektdir. Hərəsi də ayrı rəngdə. Bunlar da yenə də evdə geyinsin deyə aldım. Həm evdə, həm bağçada geyinsin. Artıq dedim, yəni belə qızmar isti havalarda geyinməyə çoxlu paltarı olsun, dəyişiklik. Və belə bu da belə bir dəst. Bir də corab bayaq görmüşdünüz. Bir paçka da corab almışdım. Və bunu isə özümə almışam. Bilirsiniz, həm qara rəngdə, həm qəhvə rəngdə cins almışdım. Bir tək bu rəngdə almamışdım. Bu rəngdə varımdı bir başqa modeldə, amma istədim belə bir modeldə də şalvarım olsun. Və belə bir bunu da aldım. Bu da çox belə gözəl əlində oturan bir şalvardı. Və belə bir dəst corabı aldım. Bunu keyfiyyətini çox bəyəndim qızlar. Bunu da burada məhsul nömrəsini qoyacağam. Həqiqətən çox, yəni almağa dəyər də. Belə deyək ki, Kitayların özünün də necə deyim, həm ucuz, həm bahalı mallar olur. Yəni bu brendləri olur da. Bu Kitayın brendidir. 7 ədəddir corab. Gündə birini geyinmək üçün üstündə hətta həftənin günləri də yazılır. Bir sözlə çox keyfiyyətlidir. Yəni almağa dəyər. Və belə bir şey almışdım. Ən çox da bunu həvəslə gözləyirdim. Mini plisosdur. Balaca plisosdur, əl plisosu. Belə küncləri, divanları, divanın üstünü, dolabların içini falan təmizləmək üçün aldım bunları. Bunu daha doğrusu və belə çoxlu başlıqları var cürəbəcür. Və bir özəlliyi var qızlar bunun. Bu həm vakuum çəkir, yəni plisos kimi içəri çəkir, həm də ki nəyisə doldurmaq mümkündür. Məsələn, şar falan doldurmaq və yaxud ki hansısa bir, məsəl üçün, matras falan doldurmaq. Orada video qoyacağım burada. Yəni nə işlərə yarayır görə biləsiniz. Və belə başlığı da var. Bunu da çox bəyəndim. Belə mini plisoslarda belə bir başlıq olmur çoxunda. Belə divanın üstünü və yaxud məsələn matrasın, döşəyin zadın üstünü təmizləmək üçün bu başlıq çox yaxşıdır. Və belə çoxlu başlıqlar var. Künclərə, balaca, böyük, hər ölçüdə var. Çox bəyəndim bunu. Bir tək sonradan gördüm, səhvlik etmişəm. Buna filtr də almalıydım ki, o içindəki o şey, necə deyim, görürsünüz də ağ şey var içində. Onun üstünə filtr keçirəndə çox çirklənmir araları. Onu da daha sonradan gördüm. Onu da sifariş etmişəm, artıq gəlir. Necə bir şey olduğunu göstərəcəm sizə. Belə qızlar, bu qədər idi alış-verişim. Bugünkü videomda ümid edirəm bəyəndiniz. Və videom da burada sona çatdı. Sağollaşmaq vaxtıdır. Sağ olun, sağlıqla qalın. Növbəti videoda görüşərik.